Herkese salam. Ödediğiniz verginin sabit qəbzini alma hakkında videonu sürətli şəkildə çəkirəm. Deməli, geniş video kanalımda mövcuddur. Hər hansı bir brauzerə daxil oluruq. Buradan internet vergi idarəsi bu hissəyə toxunuruq. Kesit hissəsinə, yeni internet vergi idarəsindən istifadə etmək üçün kesit. Buraya toxunuruq. İnternet vergi idarəsi giriş bu hissəyə toxunuruq. Buradan giriş üsulları geldi. Asan imza varsa ondan daxil olursunuz. Sima imza deməli sahibkar sertifikatı varsa ondan daxil olursunuz. Və yaxud da kod, parol, şifrə vergi orqanı tərəfindən verilir. Mən kod, parol, şifrə ilə daxil olacağım. İstifadəçi kodunu daxil etdim. Parol yazıram. Alttan şifrəni daxil edirəm. Daxil ol düyməsini sıxıram. Sol tərəfdə yuxarıda 4 düz xətti toxunuruq. Buradan ərizələr bölməsinə toxunuram. Hamısına bax. Yeni ərizə, hamısına bax. Buraya toxunuram. Və düşürəm aşağı. Sadələşdirilmiş vergi üzrə sabit məbləğin məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz. Buna toxunuram. Sabit qəbzi buradan bundan almalıyıq. Bağlayıram. Və burada vergi orqanı, vergi ödəyicisi, fiziki şəxsin sot növü və fəaliyyət növü avtomatik doldurulur. Mən fəaliyyətin alt sinifi. Məndə ev təsərrüfatında bağban fəaliyyətidir. Mən o hissəni seçirəm. Sizdə başqası ola bilər. Dövr üzrə mən aylıq deməli sabit qəbz alıram. Rüplük də, yarım illik və illik ala bilərsiniz. Mən hər ay sabit qəbz alıram. Bu seçilmiş olaraq qalır. Qəbzin qüvvədə olma müddəti. Mən buraya 20'si 12-ci ay seçirəm. 2025 avtomatik olaraq 20'si 01-2026. Yəni bir ay qəbzin qüvvədə olma müddətidir. Burada avtomatik olarak məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının aid olduğu aylar dekabr 2025 seçilir avtomatik olarak. Sonra aşağıdan fəaliyyət zonası, digər şəhər və rayonlar. Mən rayonum burada görüşmədiyi üçün mən digər şəhər və rayonlar seçirəm. Aha. Keçirəm alt tərəfə. Deməli mən 3 növ vergi ödəyirəm. Vergi məbləği 5 manat, icbari tibbi sığorta məbləği 16 manat. MDS'si ödənişi 12 manat. Mən indi mənim vergini ödədiyim üçün mən avtomatik olaraq burada baxırsınız. Mənim ödəniş qəbzim var hissəsini seçəcəm mən. Əgər ödəniş etməmisinizsə buradan ödə düyməsini sıxaraq birinci vergiyi ödəyib sonra sabit qəbzi almalısınız. Deməli mənim ödəniş qəbzim var. Mən vergi bundan qabaq ödəmişəm. Bu hissəyə toxunuram. Vergi məbləğinin deməli ödəniş qəbzinin kodunu buraya daxil etməliyəm mən. Yoxla düyməsini sıxıram. Budur. Bu əks olundu ekranda. Sonra keçirəm icbari tibbi sığortanın deməli mənim ödəniş qəbzim var. Ona toxunuram və onun kodunu buraya daxil edirəm. Yoxlayıram. Bu da düzdür. Sonra keçirəm axırıncı MDS'si məbləği. Bunu da ödəmişəm. Mənim ödəniş qəbzim var olan hissəyə toxunuram və qəbzin kodunu buraya daxil edirəm. Yoxlayıram. Bu da əks olundu. Növbəti düyməsini sıxıram. Və burada təsdiqlə və göndər. Aşağıdakı ərizə təsdiq ediləcək və göndəriləcək. Sadələşdirilmiş vergi üzrə sabit məbləğin məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz. Təsdiqlə və göndər.
Budur, artıq mənim deməli sabit qəbzim hazırdır. Və buradan mən endirirəm qəbzi. Artıq budur, yəni sabit qəbzi mən onlayn formada almış oldum. Deməli, bu qədər. Videom faydalı oldusa bəyənməyi, kanalıma abunə olmağı və daha çox insan faydalansın deyə videomu paylaşmağı unutmayın. Baxdığınız üçün sağ olun.